Amma tabii mən düz biraz mövzu dəyişdim. Əslində bu Rusiya-Ukrayna məsələsinə də gəlmək istəyirdim mən. Hər dəfə Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövzu düşəndə sizdən də bu fikirləri tez-tez eşidirəm. Eləcə də digər dəyərli ekspertlərimizdən də ki, artıq bu il sondur və yaxud da ki, Ukraynanın məğlubiyyəti yaxındır. Amma 5-ci ildir, amma ortada danışıqlarda bir uğurlu nəticə əldə edildi və hələ də müharibə davam edir və Rusiya üçün bir uğur varmı son bir neçə? Bu il başlayandan Rusiyanın işğal elədiyi ərazi, Rusiya mənbələrinin hardasa 1200 kvadrat kilometr. 1200. Nəzərə alsaq ki, burada şirtmə halları var. Demək olar ki, 1000 kvadrat kilometr 3 ayda Ukrayna ərazisini işğal ediblər. Ukraynanın Rusiyadan aldığı ərazi hardasa 450 kvadrat kilometrdir. İndi burada bir məsələ var. Rusiya Donbası tələb edir. Bu da hardasa 4-5 bin kvadrat kilometr hissə qalır. 20%'li təxminən. Donbasdan söhbət gedir. Donbasın, Rusiyanın istədiyi yalnız o hissə. Əvəzində Rusiyanın tutduğu ərazilər var. Sumuda, Dnepropetrovskda, Nikolayev vilayətində. Bunlardan imtina eləməyə hazırdır. Sən bunu mənə ver deyir, mən də onu sənə verim. İndi bax, məsələ bundadır ki, hiss olunur ki, hansısa formada bu məsələni həll eləmək istəyirlər. Bəlkə də referenduma məsələnin çıxmaması üçün deyir ki, Ukrayna sən bu istiqamətdən irələ, mən də bu istiqamətdən irəliyim. Çünki xalq səs verməz. Doğrudur. Ukrayna xalqı səs verməz. Amma Zelenski də üzr istəyirəm, son 2-3 gün bundan öncə açıqlaması belə idi ki, Ukrayna heç bir torpaq güzəştinə getməyəcək. Bəlkə də daxili publikaya hesablanmış bir... Deməlidir də, çünki indi siz təsəvvür edin. Müharibə ləfəsində Ukraynadan indiki ərazisindən Krım deməli istisna olmalı. Heç bir kvadrat kilometrdə torpaq istəmirdi Rusiya. Əksinə deyirdi ki, yalnız Krım məndə qalır. Mən səndən müqavilə imzalamağa hazıram. Bir şərtlə ki, Donetsk və Luganska status verir Ukrayna tərkibində. Onu Zelenski qəbul eləmədi. İndi işğal olunan ərazi hardasa 123-124 min kvadrat kilometrdir. Krımınki 27 mindir. Yəni 100 min kvadrat kilometrə yaxın Ukrayna ərazisi işğal olunur. Zelenskinin mərhəmətindən, onun tutduğu yanlış mövqedən. İndi nə cür desin ki, mənə razılaşa bilərəm? Hətta onun sülh müqaviləsinə qol çəkməyə, razılıq verməyə də böyük cəsarətdir. Adama deyərlər ki, yaxşı, müharibə ərəfəsində heç bir şəhər dağılmadan, insanlar ölmədən, sənə dedi ki, yalnız Krım Rusiyada qalsın. Ən az o dövrdə referendum keçirmək olar, xalqın fikrini öyrənmək üçün. Və mən hesab edirəm ki, xalq onu qəbul edir. Müharibə də başlamaz. Məncə o dövrdə də qəbul etməzdi Ukrayna xalqı. Qəbul eləməzdi sonrası. Ancaq burada bir şey var ki, orada əslində qalsa qəbul eləməli bir şey yox idi. Çünki Krımda güya referendum olub. İndi nəzərə alsaq ki, orada əhalinin çoxu ruslardır. Yerdə qalan hissədə də heç bir ərazi istəmirdi Rusiya. Makron o təkliflə gəlmişdi. Ukraynaya bax, Zelenski də razılıq verdi. 8-də, fevralın 8-də Zelenski razılıq verdi və mətbuat konferansında Makron dedi ki, mən bu təkliflə gəldim. Luganska və Donetskə xüsusi status verilir Minsk 2 razılaşmasına görə. Ukrayna tərkibində. Və Zelenski də razıdır. Bu da xüsusi status deyirlər də hər iki. Hətta status indi onun nədən ibarət olması onu müzakirə edə bilərdilər ən azından. Zelenski özü demədi. Makron onun adından dedi və 2 gündən sonra son anda nə dəyişdi? Almaniyada görüşdülər, müşavirlər səviyyəsində sənəd imzalamaq üçün görüşdülər və Ukrayna imzalamadı. Ukrayna imzalamadı, sonra İstanbul razılaşması da oldu. Bəli. Onu da Ukrayna hazırlamışdı. Layihə Ukraynanın layihəsi idi. Rusiya qəbul eləmək məcburiyyətində qaldı. Sonra nə oldu? Yenə də Ukrayna imtina elədi. İndi əlverişli... Bu Zelenski bu qərarı tək başına verirdi, yoxsa təsirlər və təzyiqlər və yaxud da ki, tövsiyələr var idi? Təbii var idi. Elə Johnson gəlmişdi, Böyük Britaniyanın baş naziri.
İndi hardadır Johnson? Ukrayna xalqı nə çəkir, xəbəri var? O dövrdə Biden hökuməti Biden də məcbur edir. Ən əsası 2022-ci ilin sentyabr-noyabr aylarında Ukraynanın ən uğurlu əks-hücum əməliyyatı oldu. 80 min kvadrat kilometrə yaxın, yəni Azərbaycanın ərazisi qədər təqribən ərazini azad elədilər və irəli də gedirdilər. Amerika dayandırdı. Amerika dayandırdı və ondan sonra demək olar ki, irəli gedə bilmir.